söhbət getmir. Özünüzü soxursunuz ki, sənət buradan gəldi, sənət buradan getdi. Hansı sənətdən gedir söhbət? Sənətkar bilirsiniz kimdir? Mənim üçün bugünkü gün Nigar Şabanovadır. Səbinə Ərəblidir, Kəmalədir, Kamilədir. Mənim üçün sənətkar bulardır. Yəni cavan pokoleniyadan söhbət gedirsə. Başa düşdünüz? Gülnar qüdrətlidir. Qutardı, getdi. Yəni bax belə. Keçdin o tərəfə. Buradan mən sənə deyirəm. Mən boş-boşuna efirdə çıxıb kiməsə boş-boşuna ailəsi söhbətlər eləmir. Mənə dəxliyyatı yoxdur, kimin ailəsi var, kimin ailəsi yoxdur. Amma bugünkü gün çıxıb efirlərdə barbar bağırır ki, mənim ailəm yoxdur, mənim 2 oğlum var, mən heç vaxtı mən heç vaxtı bir də həyatı boyu 2 oğlumu tapdalayıb, ərə getmərəm deyib, filan adamın qapısına ərini aparıbdı, fakt. Bundan sonra da mən sənə də deyirəm, mən burada canlı oturub qəzəl danışası deyiləm. Heç mən canlıya da girmirəm çox vaxt. Yəni bundan sonra mən sənə deyirəm, Nişaniyə də dedim sözümü, dilvizi sakit qoyun burada. Sabirə də deyirəm buradan, Sabir, dilvi sakit qoy. Elə işlər eləmsən ki, başın ağrıyar. Başa düşdün? Ben ultimatum göndərirəm ki, sakit dur yerində. Qutardı. Bu qədər. Siz Mehribanı sakinliyə qədər sakit görmürsünüz. Elə bilirsiniz ki, elə cəmaat elə loxdur özü üçün. Qardaş, pulumu vermişəm, malımı almışam. Başa düşə bilmədim. Nədir bu, nə temadır ki? Mahnı tapa bilmirsiniz. İldə bir dəfə bir mahnı çıxardıram. Qurban, gedin oxuyun da. Gedin oxuyun da, özünüz mahnı tapın da. Buradan o oxuyur, buradan bu oxuyur. O birisi oradan şey deyir. Burada nə bilim, bu birisi buradan çıxır. Bəsdirin də. Ayıbdır axı. Nə qədər insan haqqına girər. Nə qədər insan haqqını tapdalayar. Bu qədər də olmaz da. Bəli, hayasızam. Ne üçün hayasızam? Mənim haqqıma girəni hayasızlıq da eləyərəm, o tərəfə keçərəm də. Yazmışsınız ki, afəti keçmirsən. Kaş ki elə mənim afət qədər bəxtim olaydı, şansım olaydı, nə gözəl ki olardı. Vallah da, yəni. Neysə, burada canlını bağlayıram. Mən burada reyting istədiniz, reytinginiz maşallah olsun. Çox möhtəşəm sizə reyting verdim. Həyatınızda görmədiyiniz şeyi verdim sizə, reyting verdim. Həyatınızda görmədiyiniz, yaşamadığınız reytingi sizə verdim. Çoxlarına verdim. Çox yavaş vermişəm. Yəni görmədiyiniz reytingdən yaşadınız. Neçə günlərdir fırlanırsınız buralarda. Özü də şey eləməyin, çox gözə soxmayın. Məni dinləyənlər, mənə yaxşı söz yazanlar, mənim yanımda olanlar, buradan mən sənət yoldaşlarım var idi ki, hansı ki mənə dəstək oldular, mənim halımı soruşdular, mənim haqlı olduğumu bilən sənət yoldaşlarıma təşəkkürümü bildirirəm buradan, minnətdaram. Allah sizi var eləsin. Və buradan bir şey də bildim ki, bütün sənət yoldaşlarımın elə nişanədən hamısının zəhləsi gedir, bunu biləsiniz. Minliklə deyirəm. Heç olmasa elədiklərimin üstün bağlayarsan nişanə. Yaxşı mı?